Bəli, biz davam edirik. Bizə yeni qoşulan əziz ovqat sevərlər, təkrar xoş gördük sizin hər birinizi və növbəti ifaçımızı böyük şövqlə onda dəvət edirik. Aşıq Məharət, siz də təşrif edin və yenə də sizin sözlər, musiqi sizə aiddir. Anar Məmmədov sözlərə, dağ çayları, əlbəttə ki, aşıq sazı sinəsinə alarsa, mütləq orada təbiət lövhələri dilə gəlməkdədir. Zemfira xanımın sözləri, bəli, musiqisi mənim. Xoş gəlmişsiniz Məharət. Xoş gördük, dəyərli Səhərə xanım. Sizin də bugünkü bütün tamaşaçıları salamlayıram. Bu sözün, musiqinin işığına yığışan insanlar hamı həvəslə, eşqlə, coşq gözləyir ki, Səhərə xanımın verişi başlasın. Çox sağ olun. Ustadımızı salamlayıram. Zamiq müəllim mən müəllimim olub İncəsənət Universitetində. Bəli. Həqiqətən də o səhnə mədəniyyəti deyilən bir söz var. O sırf Zamiq müəllimə aiddir. Biz ondan səhnə mədəniyyəti, musiqiçi necə davranış qaydaları öyrənmişik və mənim bəxtimə Zamiq müəllimlə səfərlər də düşüb. Çox gözəl bir yol yoldaşıdır. Allah onu bizlərə çox görməsin musiqi dünyasına və tarı əlindən heç vaxt düşməsin, həmişə şux olsun və bu məqamda bir şeir demək istəyirəm, bir balaca. Buyurun. Zamiq müəllim, elə sanma qocalmısan, getmisən, bu qaməti şəsli olan qocalmaz. Ömür boyu xeyrxahlıq etmisən, yaxşılıq da qəsdi olan qocalmaz. Çox xəzanlı könülləri yaz etdin, hər nə etdin, elə bildin, az etdin. Ürəyini bir sədəfli saz etdin, zili, bəmi pəsti olan qocalmaz. Eşqin dərin göllərində üzərsən, gözəllərdən vəfa, ismət umarsan. Bunu deməsəm də bilərsən, aşıqlar tək dostu olan qocalmaz. Təşəkkür ederim. Var olun, təbrik edirəm. Bəli, elə birbaşa da ifaya keçid alaq. Bəli, bugün ifalar Dağ çayları, sözləri Zemfira bəli. xanımın musiqisi mənim. Təbiət lövhələri dilə gəlməkdədir. Buyurun, şövqlə dinləyəcəyik. Yatanları dərin sular sərir, güneşin şüvansını alarlar, damlaların hər tərəfə yayarlar. Güneşin şüvansını alarlar, damlaların hər tərəfə yayarlar. Saldaşların üzərindən axarlar, gecələr sən qaranlığa baxarlar. Dağ çayları bəzən aşır-daşırsız, hər tərəfi təlatürə sarırsız. Amma o saf suyunuzdan faydalanıb, həyatlara sevinç fərəh qatırsız. Fərəh qatırsız, sevinç qatırsız, həyatlara sevinç fərəh qatırsız. Bu gözəl dünyanın sərvətisiniz. Siz ulu Tanrının nemətisiniz. Bu gözəl dünyanın sərvətisiniz. Böyük dənizlərin dərin gölləri, böyük dənizlərin dərin gölləri, siz özəyisiniz, gərəyisiniz. Güneşin şüvansını alarlar, damlaların hər tərəfə yayarlar.
sevinç fərəqatırsız. Dağ çayları bəzən aşıb daşırsız, hər tərəfi təlatürə sarırsız. Amma o sağ suyunuzdan faydalı, həyatlara sevinç fərəqatırsız. Fərəqatırsız, sevinç qatırsız, həyatlara sevinç fərəqatırsız. Fərəqatırsız, sevinç qatırsız, həyatlara sevinç fərəqatırsız. Çox sağ olun. Doğrudan da sazın gətirdiyi o hənirti bir başqa cürdür də. Aşıq musiqisi üzərində yazılıb da. Bəli. Aşıqlar o aşıq ruhunda. Bəli. Nə gözəl. Çox sağ olun. Bəli. Bəli, buyurun. Zamiq müəllimlə həmişə söhbətimiz o ki, ustad, bu mahnını yazırsınız hamı müğənnilər üçün. Deyirdi, inşallah gözdə sənin üçün də aşıq ruhunda bir ilhamım gəlsin. Qisməti böyünəymiş. Nə gözəl. Çox sağ olun. Təbrik edirik. Var olun. Həmişə nəğmələrin sorağında görüşək. Məharət bəy, çox təşəkkür edirik. Tara gözüm sataşır, ustad. Neçə yaşınızdan tanış oldunuz və bu gəlin biraz tar sevdanızdan danışaq, A bəndindən danışaq, əlifbamızdan.